İşdən evə dönmək bəlkə də günün ən sevdiyim anıdır. Əvvəlcə əllərimi yuyuram, əynimi dəyişirəm və evin rahatlığına qarışıram. Sonra isə kiçik, amma mənim üçün çox dəyərli bir an başlayır. Çay hazırlığı. Bugün özümlə biraz təravət də gətirmişəm. Çiçəklər. Çiçəkləri kim sevmir? Hələ xanımlar. Sanki ev nəfəs alır, canlanır. Gülləri vazaya yerləşdirib süfrəmin gözəlliyinə gözəllik qatmaq istəyirəm. Sadə bir çay süfrəsi belə insana nə qədər yaxşı təsir edir, bir bilsəz. Estetik görüntü üçün çox şeyə ehtiyac yoxdur. Bir fincan sevgi, biraz da zövq. Bu gözəlliyi tamamlayan isə Zem Home'un incə və zərif dizaynlı fincan və çaydanıdır. Hər bir xanımın evində bu cür özünə ayırdığı, kiçik də olsa rahat bir an olmalıdır. İşdən gəlib sakitcə oturmaq istərdim. Amma bir qadın üçün bu nadir zövq olur. Gələn kimi əynimi dəyişirəm, əllərimi yuyuram və həyat yenidən başlayır. İndi isə mətbəxdə kiçik sürprizlər məni gözləyir. Beləcə günün iş yorğunluğunu özümə ayırdığım bu kiçik, amma dəyərli anlarla yüngülləşdirdim. Zem Home'un bu praktik və zövqlü məhsulları bu gündən mətbəxdə ən böyük köməkçim oldu. Nəticədə isə həm estetik görüntü, həm ləzzətli süfrə, həm də ruhumun rahatlığı ortaya çıxdı. Unutmayın. Hər gün özünüz üçün etdiyiniz kiçik bir şey böyük təsir yaradar. Bugün də sizinlə paylaşdığım bu sadə an bəlkə də biriniz üçün ilham olar. Videomu bəyəndinizsə, bəyənməyi, rəy yazmağı unutmayaq.